Salamlar hər kəsə, kanalıma xoş gəlmisiniz. Bu günləri sizinlə son zamanlarda istifadə edib bitirdiyim bir neçə məhsul barəsində öz fikirlərimi bölüşəcəm. İlk öncə göstərmək istədiyim məhsul James Solution markasına məxsus olan bu SPF spreydir. Bilirik ki, gün ərzində əgər üzümüzdə makyajımız varsa, biz SPF-imizi tez-tez yeniləyə bilmirik və makyajlı dərəcədə SPF-i yeniləmək üçün ən ideal vasitə mənə görə SPF spreylərdir. Bu baxımdan James Solution markasına məxsus olan bu SPF spreyi həqiqətən çox bəyənərək istifadə etdim və artıq neçənci qutum olduğunu xatırlamıram. Yəni dəfələrlə istifadə edirəm, bitir və mən yenisini alıram. Ona görə bir daha yenidən mütləq şəkildə alaram. İkinci olaraq göstərmək istədiyim məhsul isə Victoria's Secret markasına məxsus olan Pure Seduction Splash Body Mist-dir. Bu məhsulda çox sevərək istifadə etmişəm. Xüsusilə də yay aylarında body mistləri hədsiz çox sevirəm və düşünürəm ki, həm qiymətləri münasibdir, həm də ətirləri, qoxuları əksəriyyətən çox gözəl olur. Bu da həqiqətən çox özünə məxsus, fərqli, çox fresh bir qoxusu var. Həqiqətən də mən bu qoxunu o qədər çox sevərək istifadə edirdim ki, bitdikdən sonra təbii ki, yenidən almağı da düşünürəm. Qiyməti də çox münasib idi. Hardasa 35 manat verdiyimi xatırlayıram və uzun bir müddətdə əslində gedir, çünki həcmi olduqca çoxdur, 250 ml-dir. İndi isə sizə mən ən çox sevdiyim ətirlərdən olan Mayve ətirini göstərmək istəyirəm. Bu ətri mən bizim Azərbaycanda çox məşhur olan Ador mağazasından əldə etmişdim və hətta endirim vaxtı belə 30 ml-də səhv etmirəmsə, 30 ml-dir və mən hardasa 170 manat pul verdiyimi xatırlayıram, tam dəqiq olmasa da. Düşünürəm ki, o pula həqiqətən dəyməzdi, çünki qalıcılığı demək olar ki, yox idi və mən bu ətri təsəvvür edin ki, bir həftəlik Türkiyədə olduğum müddət ərzində gün ərzində istifadə edərək bitirdim. Yəni 30 ml bir həftənin içində yoxa çıxdı. O baxımdan düşünürəm ki, qalıcılığı heç də yaxşı deyil, amma bu ətrin özünü çox sevirəm. Həqiqətən sırf bu ətri yenidən alaram, amma həmin mağazadan bir daha almaram. Sizə üz üçün faydalı olmadığını düşündüyüm bir məhsul göstərmək istəyirəm. Bu Lasinia markasına məxsus olan soyulan maskalardır, qızılı maska gedir. Mən bu maskanı heç sevmirəm və hal-hazırda da içərisi dolu olmasına baxmayaraq atıram. Təbii ki, çox da baxımdan, kosmetikadan başımın çıxmadığı illər əvvəl olan bir dövrlərində bu məhsulu almışdım, amma nə yalan deyim, heç də sevmədim və bir daha da almağı düşünmürəm. Çünki bu cür soyulan maskalar xüsusilə həssas dərilərdə, səpkili dərilərdə çox aqressiv reaksiyalar verə bilər və dəridə qızarıqlıqlara, yanmalara, dəri bariyerinin pozulmasına səbəb ola bilər. Bu baxımdan da qətiyyən tövsiyə etmirəm və bir daha almağı da düşünmürəm. Daha sonra göstərəcəyim də yenə eyni qəbildən olan Vocali markasına məxsus olan belə bir qara maskadır. Bu da soyulan maska gedir və düzü bu məhsulda yenidən almaram, çünki bu da guya ki, qara nöqtələri təmizləyir, amma heç də elə olduğunu düşünmürəm və mənim istifadə etdiyim dövrlərdə belə daha sonra, yəni o dəridən çıxartdıqdan sonra belə qara nöqtələrdə azalma hiss etməmişdim və bu baxımdan da bir daha almaram. Daha sonra sizə göstərmək istəyirəm Medipil markasına məxsus olan bu esensi. Ümumiyyətlə bunu çox sevdim. Əslində bu dənəməlik bir boya hesab olunur da, yəni kiçik ölçüdədir. 3-4 dəfə istifadə elədim və bitdi və tonikdən sonra istifadə edirdim. Əslində çox idealdır. Həqiqətən də üzümdə çox rahat, fresh bir təsir buraxırdı və təbii ki, böyük boyunu almağı düşünürəm. Daha sonra sizə göstərmək istəyirəm bu məhsulu. Bu məhsulun bu cür olmasına fikir verməyin, çünki içərisində təbii ki, son qalan qırıntılar da qalır və onu daha sonra mən sıxaraq istifadə edə bilmədiyim üçün bu şəkildə qapağını kəsirəm və bu şəkildə istifadə edirəm ki, dibində heç bir şey qalmasın. Roundnet markasına məxsus olan bu SPF əslində bəyəndim, amma onu qeyd edim ki, yağlı dərilər üçün çox da uyğun deyil. Çünki yağlı dərilərdə səpki falan yaratmasa da aşırı çox yağlılıq və yapışqanlıq, parıltı yaradır və bu baxımdan da xüsusilə yay aylarında əgər üzərinizdə də tərləmə halları varsa, qətiyyən tövsiyə eləmirəm. Qış aylarında ola bilər, yəni bəlkə istifadə etmək olar, çünki dəridə quruluq falan nisbətən daha çox olur. Yağlılıq o qədər özünü biruzə verdirmir, amma xüsusilə yay aylarında və xüsusilə də aşırı yağlı dərilər üçün, həssas dərilər üçün tövsiyə etmirəm. Bu baxımdan açığı yenidən almağı düşünmürəm. Son olaraq göstərəcəyim məhsul isə Maybelline markasına məxsus olan Superstay pudrasıdır. Bu pudranı həqiqətən çox sevərək istifadə etdim, amma bir mənfi tərəfi var idi ki, mən bu məhsulu bir neçə dəfə çantama əlavə edib özümlə birlikdə daşımışdım və o zaman da aşırı belə kənardan hər hansısa bir müdaxilə, zərbə olmadığı halda paramparça olmuşdu və bu baxımdan da biraz sonlarına doğru istifadə edərkən əziyyət çəkdim. Amma sırf teksturası baxımından yağlı dərilər üçün çox ideal olduğunu düşünürəm. Həm də qiyməti çox münasibdir, uyğun, yəni büdcə dostu bir məhsul hesab olunur. Bu baxımdan da yenidən alaram. Yəni bir daha almağı düşünürəm.